İndi diqqət eləyin. Deməli, yenə Siyər Ə'lam-ı Nübəla kitabında İmam Cəfər Sadiqin haqqında görürüz nə deyirlər. Bu İmam Baqir ata bu gündə, görürüz indi bala nə gündədir. Deməli, 2062-ci tərcümə. Şəxsin tərcümə halı, adın deyirəm, tərcümə halını oxumuram. Ki mövzumuza aid olan hissəni oxuyacağım. Rəbi'ə ibn Əbi Abdurrahman Fərruxut Təmimi 2062-ci tərcümə. Danışır, tərifləyir, sonra gəlir bura. Və bu nəqildə səhihdir. Zəif nəqildir, çünki ravilər hamısı mötəbərdir. Nisai nəql eləyir Əhməd ibn Yahya ibn Vəzirdən. O da nəql eləyir Həddəsənə Şafiidən. Şafii də nəql eləyir Süfyandan. Süfyan gör nədir? Süfyan Əhl-i Sünnənin böyük ulamalarından. Kunna izə rəeynə talibən lil hədis yəxşə sələsətən zahiknə minhum. Elm axtaran bir tələbə bu 3 nəfərin yanına gedəndə, onun qapısına gedib gələndə biz onlara gülərdik. Həmən bu 3 nəfərə. Zahiknə minhum. Kimin yanına gedib gələndə bu tələbiyə gülürlər? Rəbi'ənin, Muhammed ibn Əbi Bəkir ibn Həzmin və Cəfər ibn Muhammed Sadiqin. Kimdə gülərdə cəhənnəmə girirsin. Yəni, Cəfər Sadiqin yanına gedənə gülürlər. Ki, bu, yaxşı, niyə gülürlər? Səbəbinə baxın. لِأَنَّهُمْ كَانُوا لَا يُتْقِنُونَ الْحَدِسِ Hədisi bunlar yaxşı bacarmırdılar. Yəni, Cəfər Sadiq hədis bacarmır. Bu Zəhəbi nə zaman vəfat edib? 748-ci ildə. 673-də də dünyaya gəldi. O vaxtı da eyni sözü deyirmişlər, bu günləri də Vəhabi eyni sözü deyir.